Hepiniz hoş geldiniz değerli konaklar. Bugün çok sevinçli gündür. Bizim zəhmətimizin bəhrəsini gördüğümüz gündür. Bu yaxınlarda biz bir neçə şagirdimizi bağçamızda məzun elədik. Mən bağça məqsədli mərkəz açmamışdım. Lakin mənim bilmirəm səmimiyyətimdən, bilmirəm 13 illik bağça müəllimi olmağımdan, bağçada işləməyimdən valideynlər ilhamlandı və mənə təklif edirdilər. Niyə bağça açmırsınız? Yəni sizlərin sayəsində mən bağça açmış olmuşam. Birinci açtığımız yer biraz balacaydı ama o kadar isti yuvaydı ki həmin yer, o kadar isti yuvaydı ki. Orada oldu uşaqlar gəldikcə, orada bir fidan əkdik, bir tum əkdik. O tum böyüdü, şaxələndi. Mən onu artıq oraya sığıştıra bilmirdim. Məcbur, həmin yerin yenə də yanında başqa bir yuva açdım onlar üçün. Gözəl köpəklərimiz üçün. Bu yolda mənə çox dəstək olanlarım var, çox dəstək olanlarım var. Bilmirəm onların hamısı buradadır yoxsa yox, amma həqiqətən birinci dəstək olanlar ürəkdirək verənlər oldu. Onlara təşəkkür edirəm.